Salam əziz abituriyentlər və şagirdlər. Bu videoda 1 fevral 2026-cı ildə keçirilən OTK-nın 9-cu sinif buraxılış imtahanında düşən suallara baxacağıq. İndi isə keçək 31-ci sualdan başlayaq. Deməli, bizə deyir ki, mənfi 2x böyüdür 4 bərabərsizliyini ödəyən ən böyük tam ədədi tapın. Bu bərabərsizliyi həll etmək üçün hər tərəfi mənfi 2-yə bölək. Amma mənfi 2-yə böləndə bərabərsizliyin işarəsi əksinə dəyişəcək. Yəni, hər tərəfi mənfi 2-yə böləndə deməli, x kiçik olacaq mənfi 2-dən. Aydın, yəni bunun həlli x daxildir mənfi sonsuzluqdan. Deməli, mənfi 2-yə qədərdir. Və burada ən böyük tam ədəd nə olacaq? Mənfi 3 olacaq. Cavab olacaq D variantı. Sonra 32-ci suala baxaq. Bizə deyir ki, alfa bərabərdir 3x üstə gəlsin 18 dərəcə iti bucaq olarsa, x-in ən böyük tam qiymətini tapın. Deməli, iti bucaq deyirsə, deməli nə olmalıdır? Burada alfa kiçikdir 90 dərəcə şəraitini ödəməlidir. İndi alfanın yerinə 3x üstə gəlsin 18 kiçikdir 90 yazaq. Buradan da 3x-i tapanda 18-i sağ tərəfə atacaq. Yəni 90 çıxsa 18 qalacaq. 3x kiçik olacaq deməli 72-dən. İndi isə hər tərəfi 3-ə böləcək, işarət dəyişməyəcək. Müsbət ədədə böləndə x də kiçik olacaq 24 dərəcədən. Deməli, baxın burada diqqətli olun, x 24 dərəcədən kiçikdir. Yəni, ən böyük tam əldə 24-dən 1 vahid az nə olacaq? 23 olacaq. Yəni, x bərabərdir 23. Yəni, cavab oldu Y variantı. Sonra, deməli, 33-cü suala baxaq. ABC bərabər tərəfli üçbucağında BH AC-yə perpendikulyar olarsa, ABH bucağını tapın. Yəni, buradakı bu bucağı tapın. Birinci bilmək lazımdır ki, necə üçbucaqdır? Bərabər tərəfli üçbucaqdır. Doğrudurmu? Və bərabər tərəfli üçbucaqda təpədən çəkilən hündürlük nə olur? Median həm tənbölən olur. Doğrudurmu? Ona görə də bu bucaq ümumi neçə dərəcədir? 60 dərəcə. Bərabər tərəfli üçbucaqda bütün daxili bucaqlar bərabərdir və 60 dərəcədir. Və burada hündürlük həm də tənbölən olur. Deməli, 30 böləcəkdir. Aydındırmı? Onda deməli, ABH neçə dərəcə olur? 30 dərəcə. Və cavab C variantı olacaq burada. Sonra keçək 34-cü sualı. 34-cü sualda deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə AB BC-yə və CD-yə və DF-ə bərabər olarsa, BCD-ni tapın. Yəni, bucağı tapın. Baxın, burada bilirik ki, bu deməli, AB'dir, BC'dir, CD'dir, DF'dir, nədir? Vətərlərdir. Və biz də demişdik ki, uzunluqları bərabər olan vətərlərin çevrədə ayırdığı qövslərin dərəcə ölçüləri bərabərdir. Aydındırmı? Deməli, baxın, bunlar bir-birinə bərabərdir. Doğrudurmu? Onda bura alfa desəm, onda burada alfa olacaq, burada alfa olacaq, burada alfa olacaq. Və baxın, AF diametr olduğundan bu yuxarıdakı qalan hissənin daha doğrusu dərəcə ölçüsü nə qədər olacaq? Yəni bu qövsün 180 dərəcə. Və o qövs nəyə bərabərdir? 4 dənə alfadan ibarət. Onda 4 alfa bərabər olmalı 180 dərəcəyə. Buradan da alfa bərabərdir 45 dərəcə. Alfanın 45 dərəcə olduğunu tapdıq. Bizdən hansı bucağı soruşur? B, C, D daxilə çəkilmiş bucağla. Baxın, onu da bir də başqa rənglə rəngləyim ki, daha aydın görəsiniz. Baxın, B, C, D. Düzdürmü? Yəni bunu soruşur. Bu da daxili çəkilmiş bucaq olduğundan onda bunun söykəndiyi qövs bu qövs olmayacaq. Doğrudurmu? Yəni buradan bura qədər. İndi baxın, burada 2 alfa var. Bu 2 alfa, yəni burada nə qədərdir? 90 dərəcə. Çevrənin ümumi 360 dərəcə olduğundan yerdə qalır 270 dərəcə. Doğrudurmu? Və daxilə çəkilmiş bucağı da bu 270-in nə olacaq? Yarısına bərabər olacaq. Deməli, bucaq BCD bərabər olacaq. 270 dərəcəni böləcək 2-yə, o da yiyəcək 135 dərəcəyə. O da C variantı. Sonra, deməli, 35 deyir ki, çoxhəddini vuruqlara ayırın. Baxın, mən çoxhəddiyə baxan kimi hər ikisində A olduğunu görürəm, bir də 12 olduğunu görürəm. Niyə görə? 48-in də içərisində 12 var. 12 vurursam 4, 48 olduğuna. Deməli, bu ifadələr hər birindən 12A-nın mötərizə xaricinə çıxardıram. 12A-nın mötərizə xaricinə çıxardanda nə qalır? Deməli, birinci ifadədə B kvadrat qalır, ikinci ifadədə 4 qalır. Sonra görürəm ki, elə bu ifadədə elə kvadratlar fərqidir. Deməli, yəni necə?
Demək, b-nin kvadratı çıxılsın 2-nin kvadratı deməkdir. Buna da kvadratlar fərqi tətbiq edirəm. Demək, b çıxılsın 2, b üstə gəlinsin 2-yə bərabərdir. Çəkir, çəkir. Deməli, o da eləcə hansı variant? Y variantı. Aydındırmı? Sonra 36. 36-da deməli, ifadənin qiymətini hesablayın deyil. Baxın, burada biz bilməliyik ki, biz 5-i kök altda 5 vurulsun kök altda 5 kimi yaza bilərik. Bunu müxtəlif yollarla yaza bilərik. Amma mən belə yazmağı fikirləşdim. Deməli, onu da belə yaza bilərəm. Kök altda 5 vurulsun kökün altında 5 bölünsün 3 kökün altında 5. Vurulsun, deməli, 6 bölünsün. Bir də burada onu bilmək lazımdır ki, deməli, kökün altında n-ci dərəcədə a üzərində m-i mən a-nın qüvvətində m bölünsün n şəklində yaza bilərəm. Aydındırmı? Yəni, məsəl üçün, burada əsas problem nədir şagirdlərdə? 4-cü dərəcədən 25-i kök altda. Necə yaza bilərik? Onu da belə yaza bilərik ki, kökün altında 4-cü dərəcədən 25-i 25 üzərində 4də 1 kimi yaza bilərik. Çünki burada 1-dir. Və 25-i də 5-in kvadratı kimi yazsa, 5-in kvadratının üzərində 4də 1. Sonra bu vurma olacaq. 5-in üzərində 4də 2 olacaq və 2-də ixtisar getdiyinə görə elə 5-in üzərində 5-in üzərində 2də 1 qalır. Doğrudurmu? Elə 5-in üzərində 2də 1 kök altda 5 demək deyil idi. Bu səliqəsiz oldu. Buradan aşağıdan yazım ki, tam. Yəni, kökün altında 5 edir. Doğrudurmu? Demək, aşağıdakı ifadədə nə olur? Kökün altında 5 edir. İndi, buradan sonra hamısı daha rahatdır. Kök altda 5 ilə bu kök altda 5 gedir. Bu kök altda 5 ilə bu kök altda 5 gedir. Nəyə qalır? 6 bölünsün 3. Bunun da cavabı 2 edir. O da, deməli, cavab olur B variantı. Sonra, deməli, 37. Bizə deyir ki, burada -3,2 və 5,3 ədədlər arasında yerləşən tam ədədlərin cəmini tapın. Baxın, bunu müxtəlif yollarla həll etmək olar. Amma gəlin ilkin təsəvvür olaraq, yəni bu mövzuda bəzi şagirdlər çətinlik çəkir. Nə edək? Bir ədəd oxu çəkək. 0-ı qeyd edək. Bunu indi tam başa düşmək istəyirsiniz ona görə. Bura olacaq 5,3. Doğrudur. Burada olacaq, məsəl üçün, -3,2. Deyir, burada neçədə tam ədəd yerləşir. Bunu düsturda var tapmaq üçün. Onu da göstərəcəm. Düstursuz da necə tapmaq, onu da göstərəcəm. Baxın, 5,3-dən kiçik tam ədəd neçədir? 5-dir. Doğrudur. Və burada da, deməli, -3,2-dən böyük tam ədəd neçədir? -3-dür. Çünki bu ədədlər arasında deyirsə, həmin tam ədəd -3,2-dən böyük olmalıdır. İndi burada bizə lazım olan tam ədədlər hansı intervaldadır? -3-dən 5-ə qədər olan tam ədəddə intervalındadır. Doğrudurmu? Bunun düsturu odur ki, 5 çıxılsın -3, əgər parçada, yəni burada parçadır. Üstə gəlsin 1. O da eləcək 9. Amma düstursuz necə yaza bilərik? Baxın, burada 0 saymamaq şərti ilə 1-dən 5-ə qədər neçədə tam ədəd olur? 5 dənə. Bir də 0 saymamaq şərti ilə -1-dən -3-ə qədər 3 dənə tam ədəd var. Bir də ortada 0 olur. Nə olur? 5 üstə gəlsin 3, 8, bir də 0-a görə 9. Yəni bu şəkildə də nə edə bilərsiniz? Yaza bilərsiniz. Və yaxud da burada da göstərim. Bəzi abituriyentlər bilmək istəyir bunu. Məsəl üçün necə? Tutaq ki, AB parçasında yerləşən tam ədədlərin sayı B çıxılsın A üstə gəlsin 1-dir. Amma məsəl üçün AB yarım intervalında yerləşənlərin sayısı B çıxılsın A-ya bərabərdir. AB intervalında yerləşənlərin sayısı B çıxılsın A üstə çıxılsın 1-ə bərabərdir. Yəni bu düsturlarla da tapa bilərsiniz hazır. Sonra deməli 38-ə baxaq. Deməli 38-ə də bizə deyir ki, kvadratın diaqonalları arasındakı bucağın sinusunu tapın. Biz bilirik ki, kvadratda diaqonallar necə kəsilir? 90 dərəcə altında. Doğrudurmu? Yəni ona görə də buradakı bucaq neçə dərəcədir? 90 dərəcə. Və bizə deyir ki, deməli bu 90 dərəcənin sinus nəyə bərabərdir? Yəni sinus 90 dərəcə bərabər olur 1. Cavab oldu Y variantı. Sonra 39. Deyir ki, 7x çıxılsın 35 bölünsün 25 çıxılsın x-in kvadratı ifadəsini sadələşdirin. Sürətdən orta vur kimi 7 çıxartdım. X çıxılsın 5 qaldı. Məxrəcdən isə
görürəm ki, kvadratlar fərqində, düzdürmü? Yəni bunu 5 çıxılsın x bir də 5 üstə gəlsin x şəklində yazıram. Burada bir də diqqətli olun ki, x çıxılsın 5 ilə 5 çıxılsın x necə ədəddir? Qarşılıqlı əks ədəddir. Aydındırmı? Yəni mən bunu belə yazacağam tam başa düşün deyə. Deməli 7 x çıxılsın 5. Bunun qarşısına bir də mənfi atıram. Mənfi x çıxılsın 5 vurulsun x üstə gəlsin 5 kimi yazıram. İkincidə toplamdan yerini dəyişdim. Heç bir əhəmiyyət kəsb eləmir. Heç də burada da x-a gedir. Yerdə nə qalır? Yerdə qalır ki, mənfi 7 bölünsün x üstə gəlsin 5. Varmı belə bir cavab? O deyiləcək demək 39'da D variantı. Sonra 40'a baxaq. Deməli 40'da da bizə deyir ki, x bərabərdir mənfi 1 olduqda 2x üzərində 8 çıxılsın 6x üzərində 5'dir bu. 5'dir. 6x üzərində 5 üstə gəlsin 4x üzərində 6 ifadəsinin qiymətini tapın. Yəni x-in yerinə aparıb 1 qoyacaqdır. Yəni mənfi 1 daha doğrusu. O da nə olacaq? 2 vurulsun mənfi 1'in üzərində 8 çıxılsın 6 vurulsun mənfi 1'in üzərində 5 üstə gəlsin 4 vurulsun mənfi 1'in üzərində 6. Bu da bərabərdir. Deməli 2'nin üzərində daha doğrusu mənfi 1'in üzərində 8 cüt dərəcədən qüvvət olduğuna görə müsbət olacaq. Yəni 2 vurulsun 1 çıxılsın. Burada da tək dərəcədən qüvvət olduğuna görə mənfi qarşıya keçəcək və qarşıda da mənfi olduğuna görə mənfi mənfiyə vuranda müsbət olacaq. Deməli burada üstə gəlsin 6 vurulsun 1 üstə gəlsin. Burada da mənfi 1 üzərində 6 cüt dərəcədən olduğuna görə elə müsbət olacaq. 4 vurulsun 1. Bu da bərabərdir. 2 üstə 6 üstə gəlsin 4 bərabərdir 12. Cavab B variantı. Sonra nə qaldı burada? Aha, deyir ki 41'də sinifdəki 24 şagirdin 8'də 5 hissəsi riyaziyyat dərnəyinə gedir. Riyaziyyat dərnəyinə getməyən şagirdlərin sayını tapın. Baxın 8'ə 5'ə getmir. Yəni 24 şagirddən 8'ə 5'ə tapaq görə neçəsi gedir? Da x-a gedir 3 olur 15. 15 gedəndir, düzdürmü? Yaxşı 24 də şagird varsa 24'dən də çıxarır 15'i qalır 9 getməyənlərin sayı. Cavab oldu B variantı. Sonra 42. 20'də 7 ədədini faizlə ifadə edin. Baxın faiz nəyi göstərir? Ədədin %1 hissəsi. Bunu belə deyəcək. Bəzən 100'ə vurmaqla deyilə bilirsiniz. Yoxdur belə. Sürət və məxrəci 5'ə vuraram. 100'ə gətirərəm. Bu da niyə bərabərdir? %35. %35 də nə deməkdir? 35% deməkdir. Cavab oldu D variantı. Və yaxud da 100'ə vurun. Yəni eyni bir şeydir. Yəni belə deyək. 20'də 7 vurulsun 100. Qaldı 5. O da elə də 35%. Yəni ədəddən faiza keçmək üçün. Faizdən ədədə keçmək üçün o xatirəsini etmək lazımdır. 100'ə bölmək lazımdır. Sonra deməli 43. Deyir 0, 1, 2 çoxluğunun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmli ədəd düzəltmək olar? Bu biraz bu suallar içərisində biraz düşündüyünüz budur. Əslində belə bu da şablon sual verirsiniz, amma nisbətən bunların içərisində biraz çətini budur. Niyə görə? Baxın, deməli burada 2 rəqəmli ədəd, bunları 2 rəqəmli ədəd edir. Bu birinci yerdə dayanan rəqəmdir. Bu ikinci yerdə dayanan rəqəmdir. Ya da belə eləyək. Bu yəni AB yazaq. AB ədəd. Baxın, biz bilirik ki, 2 rəqəmli ədəddə nə olur? Məsələn, AB yazılırdı. Məsələn, birinci ədəd nə olurdu? Həmişə rəqəm daha doğrusu fərqli olurdu sıfırdan. Doğrudurmu? Baxın, ona görə də bu birinci nə ola bilər burada? Ya 1 ala bilər, ya da 2 ala bilər. Yəni birincinin ala biləcəyi halların sayı 2'dir. Düzdürmü? İndi görək məsəl üçün A2 qiymət ala bilir. Ya 1 ala bilir, ya 2 ala bilir. 3'ü ala, daha doğrusu səhv deyil demək. 0 ala bilmir. B isə görək nə ala bilir. Deməli baxın. Burada deməli A1 olduqda B nə ala bilər? B yəni təkrarlanmamalıdır. Ona görə də ya 0 olmalıdır, ya da 2 olmalıdır. Düzdürmü? 2 olanda bəs nə ola bilər? Deməli 1 ola bilər, 1 də 0 ola bilər. Əslində buradan görünür ki, deməli 1 0 1 2 2 1 2 0.
Yəni 2 də yuxarıda buradadır hal, 2 də aşağıda hal, 2 də aşağıdakından da 2 də hal çıxır və bunların cəmi 4 eləyir. Və yaxud da yəni bu rəqəmlər çox olanda elə bunları vura bilərsiniz. Necə məsələn belə deyək, birincidə məsəl üçün 2 də qiymət alır, ikincinin də ala biləcəyi qiymət də 2 dədir. 2 vurursun 2 o da eləyir 4. Bu daha çox rəqəmləri çox olanda sərf edir bizə. Burada azdır, belə çox deməli effektiv olmur bu yol. Deməli ona görə də Y variantı. Sonra deməli 44. 12 ədədini 3 dəfə artırıb alınan ədəddən 2 var. Deməli alınan ədədi 2 vahid azaltdıqda hansı ədəd alınır? Yəni 12-ni 3 vahid artırmaq, 12-yi 3-ə vurmaq, 3 dəfə daha doğrusu artırmaq, onu 3-ə vurmaq demək deyir 36 və 2 vahid də azaltmaq, ondan 2 çıxmaq demək deyir 34. Cavab D variantı. Amma bu çox sadə bir sualdır yəni. Sonra biraz çaşdırıcı tip bu idi. Deməli 3-də 1, 3-də bu, 3-də 1, 3-də 5. Deməli x-in üzərində 3-də 1 vurulsun x-in üzərində 3-də 5 bərabərdir 9. Bir də 2 əsasda yenisi qüvvətlər toplayın. Yəni 3-də 1 üstə gəlsin 3-də 5 bərabər 9. Buradan da deməli x-in kvadratı bərabər 9 edir. X-in kvadratı 9-a bölsə x bərabərdir 3. Bir də x bərabərdir -3 olur. Yəni burada o saat götürüb Y variantı işarə eləməyin. Aydındır mı? Niyə görə? Çünki burada bir qayda var. Onu yadınıza salmalısınız ki, mənfi ədəd üzərində kəsüstü qüvvət anlayışı yoxdur. Yəni -3-ün üzərində məsələn 3-də 1 anlayışı yoxdur. Səbəbi də ondan ibarətdir ki, onu da deyim. Yəni burada əslində -3 götürmür. Bu götürülmür. Götürülmür. Deməli, niyə görə götürmür? Çünki baxın, kəsin əsas xassiyəsi nədir? Sürət və məxrəci hər hansı bir nöqtədə də vura bilərik. Səbəbini deyirəm ha burada. Bunu hər ikisini 2-yə vuranda da nə olur? -3 üzərində 6-da 2 olur. Yəni 6-cı dərəcədən -3-ün kvadratı. O da elə müsbət 9 və orada nə olur? Mənfi ədəd müsbət ədəd çevrilir. Ona görə də mənfi ədədlərin üzərində kəsüstü qüvvət anlayışına baxmırıq. Aydındırmı? Ona görə bunu götürmədik. Elədir tənliyin cavabı nə? D variantı. Bu sual 11-lərə də düşür. Burada diqqətli olun. Sonra düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən medianla hipotenuzun uzunluqları cəmi 12 olarsa, bu üçbucağın xaricinə çəkilən çevrənin radiusunu tapın. Deməli, bir də düzbucaqlı üçbucaq çəkək. A, B, C. Deyək ki, düzbucaq təpəsindən çəkilən median ilə medianı çəkdik. Deməli, hipotenuzun uzunluğu cəmi 12-dir. Baxın, burada bilirik ki, düzbucaq təpəsindən çəkilən deməli, median hipotenuzun yarısına bərabərdir. Yəni, burada görsünüz ki, buradakı, məsələn, buna im deyək. Burada C dedim, burada C dedim. Ümumi 2C'dir, doğrudurmu? Onda 2C'nin yarısı burada edir C. Buna möhtəşəm 300 də deyirlər. Deməli, 2C ilə C'nin cəmi bizə 12-ni verir. C də buradan neçəyə bərabər olur? Deməli, 4-ə. Elə deyir ki, bu üçbucağın xaricinə çəkilən çevrənin radiusunu tapın. Elə xaricinə çəkilən çevrənin uzunluğu, elə düzbucaqlı üçbucaqda hipotenuza çəkilən deməli, mediana bərabərdir. Bu da edir 4. Cavab olur 4. Sonra iti bucağı 30 dərəcə olan rombun perimetrin hündürlüyünə olan nisbəti. Gəlin romb çəkək ilk öncə, deməli. Bura 30 dərəcədir. Burada bir hündürlüyümüzü çəkək. Deməli, video gedir. Aha, gedir. Deməli, baxın, burada hündürlük, buna bir H desək. 30 dərəcə bucağın xassiyəsi nə idi? Hipotenuzun yarısı, yəni daha doğrusu 30 dərəcə bucaq arasında kat et, hipotenuzun yarısına bərabərdir. Yəni yarısı H-dırsa, onda hipotenuz, yəni burada bir də onu da göstərək. Burada hipotenuz olur da, yəni bu AB tərəfi hipotenuz olur. Aydındırmı? Yəni burada bu düzbucaqlı üçbucaqda belə deyək, AB tərəfi hipotenuz olur. Onda burada 2H olur da, aydındırmı? Çünki yarısı H-dırsa, o özü 2H-dır. Və bu da nə olur? Rombun tərəfidir. Yəni A bərabərdir 2H-dır. Onda perimetr nəyə bərabərdir rombun? 4A-ya. Bu da eləyəcək 8H. Və bizə deyir ki, perimetrinin onun hündürlüyünə nisbətini tapın. H-a. Perimetri 8H-dır. 8H-ın H-a nisbəti də eləyəcək 8.
Cavab oldu 47'də 8. Sonra bu bərabərlik sualına baxaq. Demək 48-ci sualda bizə x-nə y verir. Bizdən 2x çıxılsın 3y ifadəsinin tam qiymətlərinin cəmini tapın deyir. Bax, birinci 2x-i tapaq. Yəni bərabərliyin x-dakı bərabərliyin hər bir tərəfini 2-yə vuraq. Demək 2 2-yə vuranda 4 elədi, 7 2-yə vuranda 14 elədi. Bir də burada deməli 3y verib, düzdür bərabər. 3y-in də deməli daha doğrusu y-i də 3 mislini tapaq. Y -1-dən böyüdür, 6-dan kiçik, düzdür? Onda 3y tapanda nə edəcək? Hər tərəfi 3-ə vuracaq bərabərliyin. 6-yı 3-ə vuranda 18. Demək -1-i 3-ə vuranda da -3 edir. İndi yuxarıdakı bərabərsizlikdən aşağıdakı bərabərsizlik çıxaq. Demək biz dedik ki, bərabərsizlik çıxanda çarpar şəkildə. Yəni bundan bunu çıxaq. Doğrudurmu? Onda 2x çıxırsa 3y niyə bərabərdir? Kiçikdir. Deməli 14 çıxılsın -3-dən. Böyükdür. Deməli 4 çıxılsın 18-dən. Aydındırmı? Onda 2x çıxılsın 3y. Deməli kiçikdir. 14-dən -3-ü çıxanda 17 edir. Və böyük olacaq 4-dən də -18-i çıxanda, daha sonra 4-dən 18-i çıxanda -14. Mənfi yoxdur burada 18-in qarşısında. Demək bizim bərabərsizimiz budur. Aydındırmı? Burada demək ala biləcəyi qiymətlər nədir? Yəni ala biləcəyi tam qiymətlər. Baxın, -14 daxil deyil. -14-dən bir vahid böyük. -13 daxildir. -13-dən. Burada -17 daxil deyil, amma -17-dən bir vahid kiçik tam ədəd neçədir? 16 daxildir. Düzdürmü? Demək biz burada bizim tapdığımız cəm nədir? -13-dən 16-ya qədər olan ədədlərin cəmidir. Yəni -13 üstə gəlsin -12. Bunu aşağıdan yazın. Burada tam görə bilməyəcəksiniz. Demək -13 üstə gəlsin -12 üstə gəlsin -11 üstə gəlsin nöqtə üstə gəlsin deməli 11 müsbət 11 daha doğrusu 11 üstə gəlsin 12 üstə 13 üstə 14 üstə 15 üstə 16. Baxın, burada nəyə diqqət etmək lazımdır? -13-dən müsbət 13-ə qədər olan ədədlər, yəni bir-birinin əksi var. Yəni məsəl üçün müsbət 13-ün burada əksi nədir? -13. Müsbət 12-nin əksi -12, müsbət 11-in əksi -11. Yəni bu şəkildə olan ədədlərin hamısının əksi var. Onda bura qədər olan cəm sıfıra gedəcək. Yerdə qalır nə? Əksi olmayanlar. 14, 15, 16. Və bunu da toplayanda edir 45. 14 üstə 16, 30 üstə gəlsə 15 edir 45. Cavab oldu 45. Sonra deməli 49-a baxaq. Deməli bizə deyir ki, boş olmayan A çoxluğu üçün NA bərabərdir 2x çıxırsa 18 olarsa, x-in ən kiçik tam qiymətini tapın. Boş olmayan o deməkdir ki, yəni A çoxluğunda ən az bir element var. Doğrudurmu? Onda burada deməli belə deyildi. NA nə olmalıdır? Böyük bərabərdir 1-dən olmalıdır. Doğrudurmu? Aparıb yerinə bərabərsi yazsaq, 2x çıxılsın 18 nədir? Böyük bərabərdir 1-dən. 2x nədir? Böyük bərabərdir 19-dan. Hər tərəfdə 2-yə böləndə demək x böyük bərabərdir 9,5-dən. Və x tam ədəddir axı burada. Sayı göstərir həm də. Buna görə x-in ən kiçik qiyməti neçə olur? 10. Aydındır, və yaxud da belə yazaq. Minimum x neçə ola bilər? 10 ola bilər. Ona görə də deməli cavab edir 10. Amma bunu həll etmədən necə yaza bilərsiniz? Bax, x-in yerinə biz deyik ki, burada n nəyi göstərir? Sayı göstərir. Yəni, natural ədəddir. X-in yerinə ədəd qoyanda, hansı ədəd qoyanda? Yəni, oradakı natural ədəd deyil. Məsələn, 1 qoyanda -6 edir də. Məsələn, 4 qoyanda -10 edir. Məsələn, 9 qoyanda 0 edir. Deməli, 10 qoymaq lazımdır ki, 20-dən 18 çıxanda edir 2. Aydın, yəni bu cürdə yəni, belə də həll edə bilərsiniz. Yəni, şifahi. Sonra, deməli, 50-ci sual. Bir təngişlər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda olanda nə olurdu? Yəni bütün nisbətlər bir-birinə bərabər idi. K-nın 3-ə nisbəti bərabər olurdu 4-ün 6-ya nisbəti. Bu da bərabər olur K-nın K plus M-ə olan nisbətinə. Baxın, birinci nisbətdən K-nın 3-ə nisbəti bərabər olur
Burada 6-da 4-də deyil, onu da 2-yə ixtisarlayırsaq 3-də 2. Baxın, bu kəsrlərin sürətləri bərabər, daha sonra məxrəcləri bərabərdir. Deməli, sürətləri də bərabər olmalıdır. K bərabərdir, buradan 2 olur. K-nı tapdıq 2. Eyni zamanda da K bölünsün, K üstəgəlsin M də 6-da 4-də bərabərdir, yəni 3-də 2. K-nın qiyməti nədir burada? 2. 2-nin deməli 2 üstəgəlsin M-ə nisbəti ilə 3-də 2-dir. Bunu burada tənasüblə vurmağa ehtiyac yoxdur. Baxın, bu kəsrlər bərabərdir. Sürətlər bərabərsə məxrəclər də bərabər. Yəni 2 üstəgəlsin M. Onda 3-ə bərabər olmalıdır. M də bərabərdir 1. M-in 1 olduğunu tapdıq. K-nın 2 olduğunu tapdım. Bizə deyir ki, K və M parametrin hasilini tapın. K vurulsun M də nəyə bərabərdir? 2 vurulsun 1 eləyir. Deməli 2. Cavab oldu 2. Sonra deməli, 51-ci sual bizə verir ki, A bərabərdir 32 vurulsun 10 üzərində 8 olarsa və B bərabərdir 10 üstü mənfi 3 vurulsun A ədədinin standart şəkildə yazılışındakı tərtibini tapın. Deməli, B nəyə bərabərdir buradan? B ədədini tapırıq da, doğrudurmu? 10 üzərində mənfi 3 vurulsun A-ya. İndi 10 üzərində mənfi 3-ü vururuq. A neçədir? 32 vurulsun 10-un üzərində 8-ə. Baxın, burada əsaslara initdə qüvvətlər toplanır. Demək, 32 vurulsun 10-un üzərində mənfi 3 üstəgəlsin 8. Bu da bərabərdir. 32 vurulsun 10-un üzərində 5. İndi baxın, bu ədəd standart şəkildə yazışda deyil. Niyə görə? Çünki standart şəkildə məsələn A ədədinin yazısı o şəkildə olur ki, A vurulsun 10-un üzərindəyin. Burada əmsal, yəni A 1-dən böyük bərabərdir, kiçikdir 10 şərtini ödəməlidir. Amma burada 32-dir, bu şərti ödəmir. O üçün də nə edirik? Biz 32-ni belə yazırıq. 32 bərabərdir 3,2 vurulsun 10. Aydındırmı? Aparıb yerinə qoyuruq. Deməli, burada yazırıq. 3,2 vurulsun 32, yəni 10 vurulsun 10 üzərində 5. Bu da bərabər olur. 3,2 vurulsun 10, bir də 10 üzərində 5. Buna vuranda 10 üzərində 5 plus 1. O da bərabərdir 32 vurulsun və 10 üzərində 6. Və tərtibdə neçə oldu? 6 oldu. Yəni M bərabərdir 6. Sonra deməli keçdik buna, deməli 52. Deməli bizə deyir ki, burada mərkəzləri O1 və O2 nöqtələrində olan çevrələr bir-birinə xaricdən toxunur. Radiuslara uyğun olaraq 9 və 4 olan bu çevrələrin ortaq AB toxunanların uzunluğunu tapın. Toxunanın daha doğrusu. İndi baxın, nə edərəm? Deməli, uyğun olaraq deyir də, düzün, birincinin radiusu 9-dur, ikincisində 4-dür. Göstərir, yəni buradan buraya olan məsafə 9-dur. Həm də burada toxunma nöqtəsi olduğundan bura perpendikulyardır. O2-dən də B-yə qədər olan məsafə 4-dür. Burada da nədir? Perpendikulyardır. İndi nə edirəm mən? Baxın, O1 ilə O2 birləşdirirəm. Demək, baxın, burada 9-dur, burada 4-dür. Onda bu məsafə niyə bərabərdir? 13 eləmir. Ondan sonra da nə edirəm mən? O2 nöqtəsindən AB-yə bir paralel düz xətt çəkirəm. Aydındır. Paralel düz xətt çəkdiyindən burada perpendikulyar olacaq. Və burada, deməli, burada da düz bucaqlı 3 bucaq yaranacaq yuxarı hissədə. İndi baxın, buradakı AB məsafəsində bir məsafə x-dən burada bir x olacaq. Yəni bunu böyünə yazım. Nəsə biz bura düşdü. X olacaq. Və baxın, burada 4-dürsə, yuxarıdakı bu hissə 5 olacaq. Deməli, biz burada nə aldıq? Deməli, 5 x, deməli 13 düz bucaqlı 3 bucaqlı. Bunu da həll edəndə nə edir? X-in kvadratı üstəgəlsin 5-in kvadratı bərabər 13-ün kvadratına. Buradan da x bərabərdir 12 olur. Yəni 5, burada əzbərləyim 5, 12, 13 düz bucaqlı 3 bucağı. Və buradan da elə x-i tapdıq 12 ilə AB-də 12-yə bərabər olur. Sonra, deməli, başqa varmı burada yuxarıda? Deməli, bizə deyir ki, burada ABC düz bucaqlı 3 bucağında AB, daha sonra AD tən bölən bucaq BAC-nin bucaq ACB-yə nisbəti 2-nin 3-ə olarsa, bucaq B 80 dərəcə olarsa, ADC bucağını tapın. Yəni bu bucağı tapmalı istəyir bizdən. Baxın, burada nəyi bilmək lazımdır? Deyir ki, bura 2x-dir. Yəni daha sonra BAC-nin ACB-yə nisbəti burada 3-dür. Düzdürmü? 3x-dir. Yəni 2-nin 3-ə paylanılıb da. Və adi tənbələn olduğundan bu 2x də yarıya bölür. X, x-dir. Burada 80 dərəcə olduğunu verib. Doğrudur. Aha. Deməli, 80 dərəcə üstə gəlsin 2x, üstə gəlsin 3x. Bu 3 bucağın nədir? Daxili bucaqlardır və cəmi 180 dərəcəyə bərabər olmalıdır. Buradan görürəm ki, 5x nəyə bərabərdir?
180'dan 80'e çıxanda 100'ə bərabərdir. Buradan da x-in 20 olduğunu tapdım. X 20 isə deməli 20, 3x də 60 dərəcədir. Onda bu bucaq buna bir A məsələn beta desək. Deməli 20 üstə gəlsin 60 bərabərdir qoyum. Üstə gəlsin beta da 180 dərəcəyə bərabərdir. Bu ikisinin cəmi 80-dırsa beta niyə bərabərdir? 100 dərəcəyə. Cavab oldu 100 dərəcə. Sonra deyək ki 54-cü sual. Qutuda olan qara kürələrin sayı ağ kürələrin sayından 3 dəfə çox, sarı kürələrin sayından isə 2 dəfə azdır. Sarı kürələrin sayı bütün kürələrin sayından neçə faiz azdır? Bunu necə eləyək? Gəlin birinci yazaq. Deməli, qara, ağ, bir də sarı. Düzdür? Bizə deyək ki, qara kürələrin sayı ağ kürələrin sayından 3 dəfə çoxdur. Baxın, biz ağa bir məsəl üçün tutaq x desək, onda qara kürələrin sayı bundan 3 dəfə çox, yəni 3x olacaq. Və bizə sonra deyir ki, sarı kürələrin sayında isə, yəni qara kürələrin sayı 2 dəfə azdır. Yəni, belə başa düşündə, qara 3x-dir, sarı 6x-dir. Yəni, qara ondan 2 dəfə azdırsa, sarı ondan 2 dəfə çox olur. Ona görə də sarı kürələrin sayı 6x verildi. Ümumi neçə kürə oldu burada? Toplayanda 10x. Aydındır mı? Bizə deyir ki, sarı kürələrin sayı bütün kürələrin sayından neçə faiz çoxdur? Birinci görək sarı kürələrin sayı neçə faizdir burada? Deməli, 6x-in 10x-ə nisbəti, vuraq 100 faizini tapaq. Bu da eləcək 60 faiz. Dəqiq. Yuxarı çəkək. 60 faizdir bu. Ümumi 100 faizdir, doğrudurmu? 100 faizdən çıxırıq sarının sayı, faizin bərabər olacaq, bu da 40 faiz. Aydın, yəni 40 faiz azdır ümumi kürələrin sayında. Çünki 60 sarının özüdür, yerdə qalan da 40'dır. Yəni 100 belə deyək də, yəni əslində yəni yerdə qalan qədər az olur da 40 faizi qədər. Çünki 40 faizi qədər olsaydı belə ümumi kürələrin sayına bərabər olardı. Çox olsaydı yəni. Sonra və son sual, 55-ci sual. Deməli, A və B natural ədədləri üçün A kvadrat çıxılsın B kvadrat 37 olarsa, A çıxılsın 1 vursun B ifadəsinin qiymətini tapın. Baxın, burada mən kvadratlar fərqi görürəmsə, ilk öncə bunu açaq. Deməli, A çıxılsın B, A üstə gəlsin B bərabərdir 37. Və burada A ilə B nədir? Natural ədəd, yəni daxildir N-ə. Baxın, burada görünür ki, bu hasil müsbət ədədə bərabərdir, tam ədədə. Demək, burada ifadələrdən hər birinin qiyməti müsbətdir. Və hasil də natural ədədə bərabər olduğundan, demək, onda birinci ifadə 1 eləməlidir. Daha doğrusu, vurğulardan biri 1 eləməlidir, digəri həmin sadə ədəd eləməlidir. Amma burada fikir verin, burada belə deyək, A ilə B natural ədəd olduğundan fərq 1 olmalıdır, cəm həmin sadə ədəd olmalıdır. Aydındır? Çünki 2 dənə natural ədədin cəmi onun fərqindən həmişə böyükdür. Ona görə A çıxsın B 1 olur, A üstə gəlsin B niyə bərabər olur? 37. İndi bunu da bir sistem təhlili kimi yazsaq, A çıxılsın B bərabərdir 1, A üstə gəlsin B bərabərdir 37. Tərəf-tərəfə toplasaq 2A bərabərdir 38, A bərabərdir 19. Deməli, 19-a hansı ədəd çıxanda 1 edir. Deməli, B bərabərdir 18. Bizə də deyir ki, A çıxılsın 1-in B-yə hasili bərabərdir. A neçədə 19. 19-dan 1 çıxanda 18 vursun B-də neçədə 18. 18, 18 hasili 18-in kvadratı. Bu da 324. Cavab 324. Sınavın sualları burada bitdi. Ümumi onu deyim ki, yəni burada çox belə çətin suallar yox idi. Daha da məsəl üçün rahat suallar idi. Yəni belə çətin sual, yəni orta səviyyəli suallar var idi, amma belə çox çətin bir sınav deyil. Yəni bundan məncə OTK daha çətin olsa daha yaxşı olardı ki, yəni imtahana getməmişdən əvvəl daha çətin suallar işləyin ki, imtahanda rahatlar düşəndə yəni daha sürətli yaza biləsiniz də yəni. Məndən bu video bu qədər. Sağ olun. İnşallah növbəti sınavlar olanda da onları çəkib paylaşacağım. Sağ olun.